müflis kimidir. O dəqiqə deyirlər ki, müflis o adamdır ki, pulu malı yoxdur. Baxın fəlsəfiyə. Deyir, xeyr, müflis o deyil. Müflis odur ki, insanları aldadıb, yalan danışıb, Qul malını haqqına əlindən girib. alıb, qul haqqına girib və s. Və böyük günah işlədib. Qiyamət günü həmin bu insanın kimin haqqına ki girib, bütün yaxşı əməlləri o haqqına girdiyi insanlara veriləcək. Onların günahları da bunun üzərində olacaq. Yəni bu hədis günahın, yalan danışmanın nə qədər Dərəcəsinin ağır bir olduğu. dərəcəsinin ağır olduğudur. Yəni yenə də ona gəlirik ki, yəni bizim ibadətimiz yetərli deyil. İbadət əməldə özünü göstərməlidir. Əgər sən namaz qılıb, oruç tutub, bütün ibadətlərini yerinə yetirib yalan danışarsansa, o ibadət heç kimə lazım deyil.